Salam değerli izləyicilərim. Mən Əsad Eşan Usta yenə sizinləyəm. Bu günləri gördüyünüz kimi bir kırla, bir buferin yarısını mən kraskalayacağım. Və burada belə deyək, demək olar ki, mən detal kraskalayıram burada. Kodu 9H-dır. Kia Solus'dur. Gördüyünüz kimi. Crossover'dir və arxa bumper kraskalanacaq. Arxa bumper belə bir şəkildədir və arxa bumperi əslində avtomobil sahibi deməmişdi, yəni mən kraskala. Sadəcə olaraq burada qusurlar olduğuna görə bunu belə deyə avtomobil sahibinə mən tərəfdən yəni hədiyyə olunur və burada da değerli izləyicilər, bu hissə bura qədər kraskalanacaq və lakı bura qədər atacağım. Çünki perihod verəcəm burada. İnşallah tam qutarandan sonra ətraflı olaraq mən bunu indi sizə çəkib göstərəcəm. Değerli izləyicilər, mən hal-hazırda bazanı da lakı da yəni vurmuşam, hazırdır. Burada belə deyək, bazanı yarıya kadar vurdum ve buradan düştüm aşağı. Bu hissəyə girmədim. Çünki həm kabotla, həm də bu üst hissədə böyürdə elə də çox bilinmir, amma üst hissədə belə deyək, bilinməsin deyə perihod yəni bu hissəyə qədər gəldi, amma lak bütöv oldu. Elə. Və burada da oxşay kraskalandı. Bu hissəyə qədər lakı isə yarısını bura, yarısını bura perihod verdi. Belə dəyərli izləyicilər. Və arxa bumperi demək olar sökmədən üstündə kraskaladığım. Mən çox vaxt yəni çıxardıram bumperi kraskalayıram, amma bu səfər yəni maşın ümumiyyətlə xanıma məxsusdur və ona görə də maşını belə deyək maksimal dərəcədə yəni tez kraskalayıb, yəni sabah sürmə maşını verməliyəm. Ona görə də məcburiyyət qarşısında üstündə kraskalamalı oldum ki, bir gecə maşın burada qalacaq və səhər maşını mən təhvil verəcəm avtomobil sahibinə. Belə dəyərli izləyicilər, İnşallah sabahlarım bunu sökəndən sonra təhvil verəcəm, gedəcək. Yəni bu qədər göstərirəm, bundan artıq olmayacaq. Hamısı qaydasındadır, səliqəli bir şəkildə. Belə dəyərli izləyicilər. Çox sağ olun değerli izləyicilər. Var olun məni izlədiyinizə görə. Like qoymağı, abunə olmağı qətiyyən unutmayın.